Salam, bugünkü mövzumuz ictimai münasibətlər və şəxsiyyət. Şəxsiyyət psixologiya elmində əsas kateqoriyalardan biri hesab olunur. Lakin bununla belə qeyd etmək lazımdır ki, həmin kateqoriya heç də xalis psixoloji kateqoriya deyildir. Şəxsiyyət bir çox elmlər, xüsusən də bütün ictimai elmlər tərəfindən ayrı-ayrı istiqamətlərdə öyrənilir. Psixologiya elmini şəxsiyyətin psixoloji siması, onun daxili aləminin, psixi həyatının formalaşması prosesinin qanunauyğunluqları maraqlandırır. Bu zaman psixologiya elmi yuxarıda nəzərdən keçirdiyimiz belə bir fundamental faktı əsas götürür ki, psixi hadisələr fəaliyyət və ünsiyyət prosesində formalaşır, inkişaf və təzahür edir. Lakin öz-özlüyündə onlar fəaliyyət və ünsiyyətə deyil, şəxsiyyətə məxsusdur. Şəxsiyyətin psixologiyası məsələləri son dərəcə mürəkkəb xarakter daşıyır. Şəxsiyyətin başlıca xassələri hansılardır? Onlar necə formalaşırlar? Şəxsiyyətin xassələrinin obyektiv əsasını nə təşkil edir? Bu suallara cavab vermək üçün məsələnin həllinin metodoloji baxımından düzgün araşdırmaq lazımdır. Bir halda ki, biz şəxsiyyət anlayışı ilə insanı ictimai varlıq, cəmiyyətin üzvü kimi səciyyələndiririk, o zaman zəruri surətdə məsələyə cəmiyyət və şəxsiyyət problemi aspektindən yanaşmalı, insanın cəmiyyətdə həyatını öyrənməliyik. Marks Feuerbach haqqında tezislərinin 6-cı maddəsində bu cəhəti xüsusilə qeyd edir. O yazır, insanın mahiyyəti ayrıca bir fərdə xas olan abstrakt bir şey deyildir. İnsan mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin məcmusudur. İctimai münasibətlər nədir? Onların hansı növləri vardır? İctimai münasibətlər şəxsiyyətin psixi simasını necə müəyyən edir? Bu suallara qısa da olsa aydınlıq gətirək. Sosial qrupların, siniflərin və millətlərin iqtisadi, ictimai, siyasi, mədəni həyatı və fəaliyyəti prosesində onların arasında və öz daxilində əmələ gələn münasibətlərə ictimai münasibətlər deyilir. Ayrı-ayrı adamlar ictimai münasibətlərə bu və ya digər sosial ümumilik və qrupun üzvü kimi daxil olur. Fərdlərin münasibətləri yalnız ilk baxışda daha çox şəxsi münasibətlər kimi görünür. Əslində isə onlar bir-biri ilə ünsiyyətə, bu və ya digər sosial müəyyənliyə mənsub olan fərdlər kimi daxil olurlar. İctimai münasibətlər maddi və ideoloji münasibətlər olmaqla iki qrupa bölünür. Gəlin baxaq görək maddi münasibətlər nə deməkdir? Maddi nemətlər istehsalı cəmiyyətin əsasını təşkil edir. Buna görə ictimai münasibətlər içərisində maddi münasibətlər, iqtisadi istehsal münasibətləri xüsusi yer tutur. Onlar aparıcı, müəyyən edici münasibətlərdir. Maddi ictimai münasibətlərin xarakteri və cəmiyyətin məhsuldar qüvvələri ilə müəyyən olunur. Onlar adamların şüuru və iradəsindən asılı deyildir. İdeoloji münasibətlərə siyasi, hüquqi, əxlaqi və başqa münasibətlər daxildir. Onlar maddi ictimai münasibətlər əsasında meydana çıxır. İdeoloji münasibətlərin xarakteri istehsal münasibətləri ilə müəyyən olunur. Maddi həyatın istehsal üsulu ümumiyyətlə həyatın ictimai, siyasi və mənəvi prosesləri üçün şərt olur. İnsanların varlığını onların şüuru müəyyən etmir. Əksinə, insanların ictimai varlığı onların şüurunu müəyyən edir. Cəmiyyət ictimai münasibətlərin mexaniki birliyindən deyil, vahid sistemindən ibarətdir. İctimai münasibətlər şəxsiyyətin formalaşmasının obyektiv əsasını təşkil edir. Şəxsiyyət cəmiyyətin üzvüdür və onun məhsuludur. Şəxsiyyət üçün cəmiyyət sadəcə olaraq xarici mühit deyildir. O cəmiyyətin üzvü kimi cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlər sisteminə daxil olur və bu əsasda onun bir şəxsiyyət kimi özünə məxsus xassələri formalaşır.
Şəxsiyyətin psixoloji məsələlərinin ictimai münasibətlərlə əlaqəsi dialektik xarakter daşıyır. Həmin əlaqəni vasitəsiz birbaşa törəyən proses kimi izah etmək, onu mexaniki şəkildə başa düşmək olardı. Şəxsiyyətin psixoloji xassələrinin ictimai münasibətlərlə əlaqəsi müxtəlif amillərlə şərtlənir. Hər bir konkret adam ictimai münasibətləri, fəaliyyət və ünsiyyət prosesində müxtəlif sosial qrupların, o cümlədən ailənin vasitəsilə mənimsəyir. Bu o deməkdir ki, hər bir konkret şəxsiyyət cəmiyyətin həyatına özünə məxsus tərzdə daxil olmuş, qoşulmuşdur. Onun həyat və fəaliyyətində ictimai münasibətlərin müxtəlif növləri öz reallığını müxtəlif şəkildə tapır. Gəlin misal göstərək. Görəsən fəhlə, müəllim və ya alim istehsal münasibətlərinə eyni şəkildə daxil olurlarmı? Şübhəsiz ki, yox. İctimai münasibətlərin növləri müxtəlif olsa da, onlar hər bir şəxsiyyətin həyatında eyni dərəcədə yer tutmur. Onlardan hər hansısa biri müəyyən bir adamın həyatında bilavasitə mühüm rol oynadığı halda, başqasının həyatına dolayı yolla təsir göstərir. İctimai münasibətlərin hər hansı bir növü müəyyən bir adamın həyatında üstün yer tutduğu halda, başqasının həyatında köməkçi yer tutur. Adamlardan biri ictimai münasibətlərin bu və ya digər növünə epizodik daxil olur. Halbuki başqa bir adamın bütün şuurlu həyatı ictimai münasibətlərin həmin növü ilə üzvü şəkildə bağlı olur. İctimai münasibətlərin növlərinin müxtəlif adamların həyatında müxtəlif yer tutmasını nə izah etmək olar? Bu adamların hansı sinifə, millətə, etnik qrupa mənsub olması, daxil olduğu sosial qrupun, o cümlədən ailənin tipi və quruluşu, təhsil səviyyəsi, hansı ictimai və siyasi partiyanın üzvü olması və s. ilə əlaqədardır. Bundan asılı olaraq adamların fəaliyyəti və ünsiyyəti prosesində özünə məxsus cəhətlər meydana çıxır. Onlar özlərinin hüquq və vəzifələrinə müvafiq olaraq kollektivdə, ailədə, başqa sosial qruplarda yaranan şəxsiyyətlərarası münasibətlərdə özünə məxsus yer tuturlar. Bu cəhətlər tədricən onların hərəkət və əməllərində, tələbatlarında, fəaliyyət motivlərində və başqa psixoloji xassələrində təzahür edir, möhkəmlənir və onları şəxsiyyət kimi səciyyələndirən xassələrə çevrilir. Ali psixi funksiyaların sistemli təşkili. Müasir elmi təsəvvürlərə görə ali psixi funksiyalar sistemli xarakter daşıyır. Bu nə deməkdir? Biz həmin sualı aydınlaşdırmaq üçün əvvəlcə bəzi anlayışları, məsələn, ali psixi funksiyalar və sistemli təşkil anlayışlarını nəzərdən keçirməliyik. Ali psixi funksiyalar müasir psixologiyanın əsas anlayışlarından biridir. O, psixologiya elminə ilk dəfə Vygotsky tərəfindən daxil edilmişdir. Luria, Leontiev və başqaları Sovet psixoloqları tərəfindən daha da inkişaf etdirilmişdir. Vygotsky psixi hadisələrin iki səviyyəsini, natural və mədəni psixi prosesləri fərqləndirirdi. O belə hesab edirdi ki, birinci, yəni natural əsasən genetik, bioloji amillərin təsiri ilə şərtlənir. İkinci, yəni mədəni olanlar isə bütünlük və sosial amillərin təsiri ilə təşəkkül edir. Natural psixi proseslərin filogenetik kökləri vardır. Engels yazırdı, insanın heyvan aləmindən əmələ gəlməsi faktının özü göstərir ki, insan heç zaman heyvanlarda olan xassələrdən tamamilə qurtula bilməyəcəkdir. Və deməli, həmin xassələrin yalnız çoxluğu və ya azlığından bəhs edə bilərik. Heyvanlıq və ya insanlığın yalnız müxtəlif dərəcələrindən bəhs oluna bilər. Lakin bu dərəcə insanın sosial-mədəni inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan Vygotsky mədəni prosesləri ali psixi funksiyalar kimi xarakterizə edirdi. Ali psixi funksiyalar mürəkkəb bir prosesdir. İnsanın həyatı prosesində formalaşırlar. Özlərinin psixoloji xarakterinə görə
vasitəli xarakter daşıyırlar. Müxtəlif işarələr sistemi birinci növbədə nitq vasitəsilə təşəkkül edir. Uqodski bu məsələni izah edərək göstərirdi ki, uşağın mədəni inkişafında hər bir funksiya iki dəfə, iki planda öncə iki planda olur. Bunlardan birinci əvvəlcə sosial, daha sonra psixoloji planda. Əvvəlcə insanlar arasında interpsixi, sonra isə uşağın daxilində infrapsixi kateqoriya kimi meydana çıxır. Başqa sözlə, ali psixi funksiyalar əvvəlcə insanlar arasında qarşılıqlı təsir formasında, yəni interpsixoloji proses kimi mövcud olur. Sonra isə tamamilə daxili prosesə çevrilir. Yəni intrapsixoloji prosesə çevrilir. Vəhşi heyvanlar içərisində böyümüş uşaqların psixoloji baxımdan öyrənilməsi də bu fikri sübut edir. Onların hamısında Vygotskyinin sözləri ilə desək, natural psixi proseslər inkişaf etdiyi halda ali psixi funksiyalar formalaşmır. 1920-ci ildə Hindistanda canavarlar arasından tapılmış 8 yaşlı kəmaləyə aid materiallar təxminən 20 ildən sonra müxtəlif psixoloqlar tərəfindən retrospektiv surətdə təhlil olunmuşdur. Onların fikrincə, Kəmalə təxminən 35 yaşına qədər yaşasaydı, yalnız bu zaman onun əqli inkişafı 10-12 yaşlı normal uşaqların əqli inkişaf səviyyəsinə çata bilərdi. İzahata necə deyərlər ehtiyac yoxdur. Beləliklə də Vygotskyinin fikrincə, fərdi şuurun ali psixi funksiyalar şuura aiddir. İnkişafında da ictimai münasibətlər müəyyənedici rol oynayır. Bəs sistemli təşkil anlayışı nə deməkdir? Əgər biz məsələni tarixi istiqamətdə nəzərdən keçirsək, görərik ki, psixologiya elmində sistem hissələrdən əmələ gəlmiş, birləşmiş deməkdir. Sistem termini 20-ci əsrin ikinci yarısından etibarən istifadə olunmağa başlamışdır. Lakin qeyd etmək lazımdır ki, bu termin birdən-birə yaranmamışdır. Hələ psixologiya tarixinin əvvəlki dövrlərində, xüsusilə 19-cu əsrdə psixi hadisələrin sistemli xarakteri haqqında müəyyən empirik təsəvvürlər olmuşdur. İnsan psixikasının kompleks şəkildə öyrənilməsi haqqındakı təsəvvürlər az da olsa, müasir sistem nəzəriyyəsi anlayışına uyğun gəlirdi. Bunun da səbəbi aydındır. Psixikanın sistemli xarakter daşıması onun mahiyyəti ilə bağlıdır. Elm empirik surətdə olsa da, bu faktları təsvir etməyə bilməzdi. Bu sahədə təbiətşünaslığın özünə məxsus nailiyyətləri var idi. Darwinin təkamül nəzəriyyəsi, Mendeleyevin elementlərin dövrü sistemi və s. sistemli yanaşmanın parlaq nümunələri idi. İctimai münasibətlərin təhlili sahəsində sistem nəzəriyyəsi ilk dəfə Marks tərəfindən tətbiq olunmuşdur. O dövrə qədər elmə əsasən maddi və funksional keyfiyyətlər məlum idi. Psixologiya elmində də psixi hadisələr əsas etibarilə funksional istiqamətdə öyrənilmişdir. Psixi hadisələrin sistem nəzəriyyəsi baxımından öyrənilməsi, zəruri eksperimental materialların toplanılması, təhlil üsullarının işlənilməsi üçün elm uzun inkişaf yolu keçmişdir. Sistemlilik prinsipi müasir psixologiyanın metodoloji prinsiplərindən biridir. Müasir psixoloji təsəvvürlərə görə ali psixi funksiyalar sistemli surətdə təşkil olunmuşdur. Bu o deməkdir ki, onlardan hər biri müvafiq sistem çərçivəsində əmələ gəlir və mövcud olur. Ali psixi funksiyalardan hər birinin bu sistemdə özünə məxsus yeri və funksiyası vardır. Onlar bir-biri ilə qarşılıqlı əlaqədardır. Lakin bu əlaqələr təsadüfi yaxud epizodik deyil, qanunauyğun xarakter daşıyır. Ali psixi funksiyaların qarşılıqlı əlaqəsi onlardan hər birinin bununla birlikdə isə bütün sistemin əmələ gəlməsi, mövcud olması və inkişafının mühüm şərtidir. Ali psixi funksiyalar bir psixoloji sistem kimi hansı xüsusiyyətlərə malikdir? Hər hansı bir sistemi səciyyələndirən integral xüsusiyyətlərə sistemə məxsus keyfiyyətlər deyilir. Ali psixi funksiyaların da sistemə məxsus keyfiyyətləri müxtəlifdir. Onlardan aşağıdakıları qeyd etmək olar. Ali psixi funksiyalar ilk olaraq
şuurun strukturuna daxildir. Bu cəhət öz əksini onda tapır ki, onlar ixtiyari, dərk olunan proseslər kimi meydana çıxır və inkişaf edir. 2. Ali psixi funksiyalar əvvəlcə ümumi xarakter daşıyır. Nisbətən sadə hissi və hərəki proseslər istinad edir. Onlar tədricən avtomatlaşmış əqli əməliyyatlara çevrilirlər. Onların əsasını təhlil və tərkib təşkil edir. Təhlil və tərkib özü-özlüyündə hər hansı bir ali psixi funksiyaya məxsus deyildir. Onlar bütün ali psixi funksiyaların ümumi məxrəcini təşkil edir. Ali psixi funksiyalardan hər birinin müvafiq sistemdə yerindən asılı olaraq təhlil və tərkib özünə məxsus xüsusiyyətlərlə təzahür edir. 3. Sistemli yanaşma ali psixi funksiyaları inkişafda nəzərdən keçirməyi tələb edir. Bununla əlaqədar olaraq müxtəlif səbəb, amil və şərtlərin rolunu və nisbətini aydınlaşdırmaq, inkişaf edən sistemin bütövlüyünü və davamlılığını təmin edən daxili və xarici səbəbləri təhlil etmək zəruriyyəti meydana çıxır. Burada sistem nəzəriyyəsi baxımından ən başlıca cəhət ondan ibarətdir ki, bütün psixi proseslər kimi hər hansı bir ali psixi funksiya hətta ayrılıqda belə öz-özünü inkişaf etmir. O bütövlükdə sistemin inkişafı prosesinə daxildir. Bundan başqa xarici aləmdən olan təsirlər də bir-birindən təcrid olunmuş şəkildə mövcud deyildir. Biz həmişə bu və ya digər dərəcədə təsirlər sistemi ilə rastlaşırıq. Ali psixi funksiyaların vahid sistem kimi öyrənilməsi, onların təhlili prosesində sistem yaradan amillərin müəyyən edilməsi zəruriyyəti də buradan irəli gəlir. Bəs bu baxımdan Vygotskyinin müəyyən etdiyi natural psixi proseslər haqqında nə demək olar? Müasir təsəvvürlərə görə insan psixikasının özü bütövlükdə sistemli xarakter daşıyır. Bu baxımdan ali psixi funksiyaları və natural psixi prosesləri daha böyük sistemin, psixikanın yarım sistemləri kimi nəzərdən keçirə bilərik.